Davam edək 7-ci situasiyamızla. Bizə deyir ki, laboratoriyada tələbə professorun qoyduğu təcrübə ilə maraqlandı və üzümün qıcqırması zamanı ayrılan qabarcıqları müşahidə etdi. O, bu qazın təbiəti haqqında professordan soruşanda, professor bildirdi ki, bu qaz tabaşirin xlorid turşusu ilə reaksiyasından almaq olar. Tabaşirimiz kalsiyum karbonatdır. Xlorid turşusunun reaksiyasından burada kalsiyum xlorid plus karbon qazı plus su çıxır. Deməli, burada söhbət gedən qaz məhz elə karbon qazıymış. Deyir, hal-hazırda bu qaz qazlaşdırılmış içkilərin hazırlanmasında istifadə olunur. Qıcqırma zamanı alınan ikinci məhsul isə alkenlərin ilk nümayəndəsinin hidratlaşma məhsuludur. Alkenlərin ilk nümayəndəsi C2H4-dür. Hidratlaşması su ilə reaksiyasından C2H5OH-dır. Biz bunu əvvəlcədən bilirik ki, zaten üzümün içərisində C6H12O6 glikoza var. Glikozanın qıcqırması zamanı alınacaq etil spirti plus karbon qazı. 2 mol bu, 2 mol bu. Daha doğrusu ilə 2 mol spirt, 1 mol karbon qazı. Bizdən soruşulan isə nədir? Deyir, qıcqırmadan ayrılan qazın formulunu və beynəlxalq adını yazın. Qazın formulu karbondur, CO2. Bunun beynəlxalq adı isə karbon dioksid. Bu şəkildə yazılmalıdır. Deyir, üzümün qıcqırması zamanı bu qazın alınma reaksiyasının tənliyini həmçinin situasiyada qeyd olunan digər hər iki tənliyi də yazın. Biz bütün reaksiyalarda olan tənliklərin hər birini yazmışıq. Deyir, üzümün tərkibində olan karbohidratın 1 molunun qıcqırması zamanı əmələ gələn qazın artıq miqdarda kalsiyum hidroksid məhlulundan keçirdikdə o zaman neçə qram çöküntü alınar? Karbohidratın 1 molunun qıcqırması zamanı mən görürəm ki, 1 mol karbon qazı alınır. Oradan ayrılan karbon qazını kalsiyum hidroksid əhəng məhlulundan keçirdikdə kalsiyum karbonat plus su əmələ gəlir. Məndən nə qədər çöküntü alındığını soruşur. Və mən burada neçə qram çöküntü alındığını soruşur. Deyir, üzümün tərkibində olan karbohidratın 1 molunun qıcqırması zamanı əmələ gələn karbon qazını artıq miqdarda keçirdikdə bu zaman neçə qram çöküntü əmələ gələr? Burada reaksiyada əmsallaşdırmada 2-ni yazmışdım, sonra sildim. Mən görürəm ki, bu maddənin 1 molundan 2 mol kakraz CO2 əmələ gəlir. Reaksiyada mən görürəm 1 mol CO2 reaksiya girəndə 100 qram çöküntü alınır. 2 mola isə 200 qram çöküntü alınacaq. Üçüncüdə də cavab isə budur. Situasiya nömrə 8-ə baxsaq isə, situasiya nömrə 8 də eynən bu tipdədir. Eyni reaksiyalardır, situasiyadır, sadəcə fərqli tapşırıqlardır. Deyir, qıcqırma zamanı əmələ gələn üzvü maddənin formulunu və beynəlxalq nomenklaturaya görə adını yazın. Qıcqırma zamanı alınan spirtimiz, üzvü maddəmiz C2H5OH-dır. Bunun adı isə etanoldur, etil spirti. Etil spirti onun beynəlxalq adı deyil. Bizdən beynəlxalq istədiyinə görə imini biz etanol yazmalıyıq. Əgər biz ora etil spirti yazsaq, tarixən verilmiş addır. Bu bizə situasiyamızın tam, necə deyərlər, qiymətləndirilməməsinə səbəb ola bilər. Üzümün qıcqırması zamanı bu üzvü maddəni və digər reaksiyaları yazın, əmsallaşdırın deyir. Hər birini yazmışıq. Deyir, üzümün tərkibində olan karbohidratın 2 molun qıcqırması zamanı alınan üzvü maddənin tam yanması və alınan məhsullardan artıq miqdarda keçirdikdə neçə qram çöküntü alınır? Burada biz nə etməliyik? Bizdən tapşırıq istəyir. Alınan C2H5OH-ı yandırmağımızı istəyir. Biz burada alacağıq karbon qazı və su. Burada nə etməliyik indi? Yandırdıq, əmsallaşdırmalıyıq. 2 dənə karbon var, bura 1-2 atıram. 6 dənə hidrogen var, bura 1-3 atıram. Oksigenlərin sayı isə 2, vur 2, 4, 3 də 5 dənə. Bunda buranda 5 dənə olması üçün bura 1-2 atıram. Mən normalda görürəm ki, mənim üzvü maddəm nə qədərdir? Diqqətlə baxsam, 1 moldur. Bunun 1 molundan 2 mol üzvü maddə alınır.
glikozanın. Ama burada deyir 2 molunun qıcqırması zamanı. Bunun 2 molundan 4 mol alınacaqdır etil spirti. Və mən burada görürəm ki 1 mol etil spirtindən 2 mol karbon qazı ayrılırsa 4 moldan X ayrılar. Buradan X çıxar 8 mol karbon qazı. İndi deyir buradan aldığım karbon qazını təzədən əhəng məhluluyla reaksiya aparmalıyam. Baxın reaksiya budur. Və burada görürəm ki 8 mol CO2'dən 800 qram da çöküntü alınmış olar. Amma deyəsən bir dəqiqə. Deyir üzvü maddəni tam yandırırlar və alınan məhsulların tərkibində artıq miqdarda kalsium hidroksid olan məhlul keçirilir. Bu zaman neçə qram çöküntü alındığını hesablayın. Mən burada hardasa səhvlik etmişəm deyəsən. 2 mol karbohidratın 2 molun qıcqırması zamanı alınan üzvü maddənin tam yandırırlar və alınan məhsullardan artıq miqdarda. Mən burada görürəm 1 mol glikoza 2 mol etil spirti alınırsa 2 molundan 4 mol etil spirti alınır. Etil spirtinin yanmasından da 2 mol karbon qazı ayrılır və 800 qram çöküntü olmalıdır. Arxada cavab 400 verilib. Sadəcə olaraq mən 800 alıram. Ola bilər ki, cavabda səhvlik ola bilər və yaxud da mən hardasa hesablamada itirirəm. Amma həll yolu bu şəkildə olmalıdır.